Sabahınız xeyir, hörmətli izləyicilər, hər birinizi xoş gördük. Bugünkü mövzumuz medianın son vəziyyəti və bu sahədə olan mövcud problemlərlə bağlıdır. Maarifləndirmə, məlumatlandırma və ictimai fikrin formalaşmasında medianın rolu böyükdür. Bəs bu bölgələrdə media öz funksiyasını nə dərəcədə yerinə yetirə bilir? Həmsöhbətimizlə mediadakı son vəziyyəti və çatışmazlıqları müzakirə edəcəyik. Bugünkü qonağımız Gürcüstan-Azərbaycanlıları xəbər agentliyinin təsisçisi və rəhbəri, həmçinin Azərbaycan Respublikasının əməkdar jurnalisti Nizami Məmmədzadədir. Nizami müəllim, istəyərdim ki, ilk öncə ümumi bir sualla başlayaq. Gürcüstanda yaşayan azərbaycanlıların yaşadığı bölgələrdə medianın hazırki vəziyyətini necə qiymətləndirirsiniz? Mən Gürcüstanda olan medianı hələlik yeni addım atan körpə kimi mən qiymətləndirirəm. Çünki Gürcüstanda olan Azərbaycanlılar içərisində olan jurnalistlər getdikcə inkişaf edirlər və bu inkişafda da həm bizim, həm digər qeyd etdiyim kimi ustadlarımızın təcrübəsindən istifadə edirik və sabaha açıq fikirlə baxaraq və istəyirik ki, həm Gürcüstana, həm də Azərbaycana jurnalistlər kimi biz öz köməyimizi, sözümüzün kəsərliyini, eyni zamanda hər iki ölkənin deməli inkişafını və bizim indi başımızı müxtəlif işlərə, yəni dırnaqarası müharibələrə başımıza qarışdıran jurnalistlər yox, biz onların sevincini, onun inkişafını, onun gələcəkdə həm Azərbaycanın, həm Gürcüstanın inkişafını oxucularımıza hər gün çatdırmağa, nail olmağa çalışaq. Bəs ümumiyyətlə bu sahədə ən böyük boşluqlar hansılardır? Bu gözəl bir sualdır. Çünki ən böyük başlıq deməli söz çatışmamazlığıdır. Çünki biz jurnalistlər məhz bu boşluğu doldurmağa çalışırıq. Məhz buna görə təkcə mən yox, digər jurnalistlər də buna çalışır və sözsüz ki, onların da çatışmazlıqları var və elə bir sahə var ki, həmin gənc jurnalistlər çalışırlar ki, biz jurnalistlərin təcrübəsindən kifayət qədər istifadə eləməyə çalışsınlar və mən onlara uğurlar arzulayıram və düşünürəm ki, biz daha böyük uğurlar əldə edəcəyik və bugün bu studiyada, yəni sözün açığı verilişində də biz həmin bu təcrübələrdən istifadə edəcəyik və ən başlıcası mənim sevincim odur ki, belə bir studiyayı yaradırsınız. Bu studiyada bizlərin də tapılmağı mən düşünürəm ki, gözəl, müsbət nəticələr verəcək. Sizcə, media niyə kifayət qədər güclü deyil? Yəni, bunun başlıca səbəbləri nələrdir? Media ona görə güclü deyil ki, media sahəsinə gələn gənclər o qədər də təcrübəli deyirlər və onlara, indi mən bilirəm bunu, onlara yol göstərən insanlar azdır və bəziləri elədir ki, jurnalist sözünü, jurnalist kələmini belə dırnaqarası gülər üzlə qarşılayırlar. Yəni, bəzən bizə badalaq gələnlər də var. Jurnalistika belədir ki, jurnalistikada həm bizim sözümüz keçərli olmalıdır, həm də cəmiyyətin, ziyalıların əsas başlıcası budur ki, ziyalı sözü müasir şəraitdə bizim ən gözəl deməli söz ahəngimiz olmalıdır və bu ahəngdən və bu qələmdən və insanların gücündən, ziyalıların, ağsaqqalların gücündən vaxtında istifadə etməliyik və düşünürəm ki, bu bizim sabaha açılan böyük bir pəncərəmiz olacaq. Sizə görə peşəkar jurnalist necə olmalıdır? Peşəkar jurnalist əsl jurnalist olmalıdır. Yəni, heç birindən, heç kimdən çəkinməməlidir, sözü vaxtında və yerində deməlidir. Eyni zamanda
onları, yəni insanları, hətta gənclərimizi peşəkarcasına cəmiyyətə birləşdirmək və onları cəmiyyətin üzvləri kimi əsl, belə saf bir jurnalist kimi, insanlar kimi tərbiyə etməlidir. Son olaraq istərdim ki, medianın inkişafı üçün hansı addımlar atılmalıdır? Nə düşünürsünüz bu barədə ümumiyyətlə? Medianın inkişafı müasir şəraitdə ən başlıca təqdirə layiq bir hadisə olmalıdır. Çünki biz əgər bu inkişafa getmək üçün və bu inkişafı cəmiyyətdə daha da belə necə deyim, bizim də, eləcə də cəmiyyətin də, ziyalıların da ürəyindən olmaq üçün biz oxumalı, biz cəmiyyətlə daha pərvəriş tapmalı və onları daha belə dünyanı öz gözü ilə belə görməli və düşünürəm ki, bu görmək, bu baxış bizi gələcəyə aparmalı və hiss edirəm ki, biz bunu sözsüz ki, biz bu sözlərə layiq addımlar atmalıyıq. Çox sağ olun Nizami müəllim. Bizim üçün çox xoş oldu sizinlə həmsöhbət olmaq. İzlədiyiniz üçün təşəkkür edirik. Növbəti buraxılışda görüşəndək.